ki, ana RH negativdir, yəni qan qrupu mənfidirsə, ata isə müsbətdirsə, burada qan uyuşmazlığından söhbət gedir və mütləq şəkildə bu hamilələrə 28-ci həftədə uyuşmazlıq iynəsi roqan vurulmalıdır. Hətta iynənin vurulmasından öncə qeyri-düz Krups testinə baxmaq lazımdır. Negativdirsə o zaman vurulur. Təkrar edən hamiləliklərdə, yəni 2-ci, 3-cü hamiləlikdə özəliyinə diqqətli olmaq lazımdır. Sadəcə 28-ci həftədə yox, həm də doğuşdan sonra 72 saat ərzində, hətta daha yaxşı olar ki, mümkün qədər tez vurulsun. Əgər uşaq RH müsbətdirsə, yəni əgər doğulan uşaq ananın qanını götürürsə, mənfidirsə iynə vurulmur, əgər müsbətdirsə atanın qanını götürürsə, o zaman iynə vurulmalıdır. Bir də son olaraq onu da deyim ki, əgər xəstə abortda olunubsa, amniosentez kimi invaziv bir işləmdə keçibsə, eyni zamanda hamiləliyin hər hansı bir həftəsində qanaması olubsa, yenə də mütləq şəkildə uyuşmazlıq iynəsi vurulmalıdır. RH negativ analardır.